McDonald'sdan pulsuz hörümçək adam menüsü almışıq. Birinci hədiyyəmizi göstərəcəm, sonra menüyü göstərəcəm sizə və sonra deyəcəm ki, necə pulsuz əldə etmişik. Əslində mən o tərsinə dayanan hörümçək adamı istəyirdim, amma McDonald'sın bütün stoklarında bitir. Baxaq görək bu hangisi. Araşdırmalıyıq bunu. Verib ki, bunu götürmüşük. Bu necə birləşdirilir? Neyse birləşdirərəm mən. Bunu. Bu da bura. Böyle. Belə bir şeydir, birləşir bu bura. Baxın bu belə dayanmır. Az keçikdir. Az dayanmır. Neyse, deməli qızlar, daha sonra götürmüşük. Evet, güzel. Şirin oldu. Neyse. Biz belki sen maşına böyle yapıştıracak. Ne geçecek səni. Deməli bütün bunları necə pulsuz əldə etmişik deyim sizə. Bir də kolası da var. McDonald's tətbiqindən istifadə edirəm və hər dəfə McDonald's alış-veriş edəndə xallar yığılır. 1800 xala hörümçək adam menüsü tam pulsuz düşürdü. Mən də pulsuz əldə elədim və hədiyyəmizə götürdük.